Sovet dövləti mövcud olduğu müddətdə saray çevrilişlərinə dəfələrlə cəhd olub. Bunlardan biri seriya 18 ilə rəhbərlik etmiş Leonid İliç Brejnevin ssenarisi ilə baş tutmuşdu. İlham Cəmiloğlu yazır ki, Brejnevin vəzifə hərisliyi hələ gənc yaşlarından özünü biruzə verib. İstər komsomol və partiya orqanlarında işlədiyi vaxtlarda, istərsə də hərbi xidmət illərində gələcəyin baş katibi vəzifə rangında bir pillə qalxmaq üçün el dilində ifadə etsək, özünü oda közə atıb. Bu da danılmaz faktdır ki, onun bu canfəşanlığı boşa getməyib. Düzdür, uzun illər yuxarı dairələrdə Brejnev ciddi figur kimi qəbul edilməyib. Gülərüz siyasətçi adi məmur kimi tanınıb. Hətta mərkəzi komitədə işləyəndə onun birinci kürsüyə iddialı olduğunu da çoxları ağlına gətirməyib. Bu münasibətə baxmayaraq Brejnev çox böyük ustalıqla öz hədəfinə çatmağa nail olub. Məlum olduğu kimi, Nikita Xruşovun hakimiyyəti dövründə SSRİ-də kifayət qədər böyük narazılıqlar yaranıb. Ölkənin bir neçə şəhərində vətəndaşlar öz narazılıqlarını ifadə etmək üçün nümayişlərə çıxıblar, mitinqlər təşkil ediblər. Xruşov da bu narazılıq kütlələri hüquq mühafizə orqanlarının gücü ilə susturub, hətta silahlı müdaxilələr də olub. Sözsüz ki, belə bir şəraitdə kürsüsü laxlayan Xruşovun yerinə göz dikənlər də az olmayıb. Amma əsas məsələ əvvəlcə onu hakimiyyətdən uzaqlaşdırmaq məsələsi olub ki, bu işdə isə mülayim Brejnev hamıdan qoçaq tərpənib. Beləliklə 1964-cü il oktyabrın 13-də heç bir qiyam baş vermədən, qan tökülmədən Nikita Xruşov hakimiyyətdən uzaqlaşdırılıb. Saray çevrilişinin əsas ssenari müəllifi Brejnev olub və onun komandası Xruşovu devirməklə bağlı qərarı Stavropolda ovda olarkən veriblər. Əvvəlcədən çevrilişdən sonra kimin hansı vəzifə tutacağı da müəyyənləşdirilib. Brejnev baş katib, Podgorny SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Kosygin Nazirlər Sovetinin sədri, Mironov Dövlət Təhlükəsizlik Komitəsinin sədri və s. Ssenariyə uyğun olaraq 1964-cü ilin oktyabrın 12-sində Brejnev məzuniyyətini Pitsun'da Mikoyanla birgə keçirən Xruşovuna zəng edərək təcil Moskvaya gəlməsini, Mərkəzi Komitədə kənd təsərrüfatı məsələlərlə bağlı keçirilən müşavirədə onun iştirakın vacib olduğunu bildirib. Xruşov əvvəlcə müşavirənin vaxtının başqa tarixə salınmasını tələb etsə də, Brejnevin təkidindən sonra fikrindən daşınıb və oktyabrın 13-də Mikoyanla birgə Moskvaya qayıdıb. Hələ qarşıda onun nə gözlədiyini anlamayan Xruşov, yalnız təyyarə hava limanına eniş edəndə məsələ ona aydın olub. Baş katibin qarşılanma və yola salma tədbirlərində bütün rəhbər heyətinin iştirak etdiyi halda, bu dəfə Xruşovu yalnız DTK sədri Vladimir Semtsasın qarşılayıb. Baş katib əvvəlcə evə gedib, sonra müşavirəyə gələcəyini söyləsə də, avtomobil karvanı Kremlə istiqamət götürüb. Sözsüz ki, Mərkəzi Komitənin müşavirəsində heç bir kənd təsərrüfatı mövzusu müzakirə olunmayıb. Bir-birinin ardınca çıxış edən natiqlər Xruşovu sərt tənqid ediblər və baş katib vəzifəsindən getməsi üçün ondan yaşı və səhhəti ilə bağlı ərizə yazmağı tələb ediblər. Müzakirələr gecə yarıyadək uzanıb. Xruşov əvvəlcə təslim olmaq istəməyib. Onu yalnız Mikoyan müdafiə etməyə çalışıb. Sonda Xruşov istefası ilə barışmaq məcburiyyətində qalıb. Mən artıq qocalmışam və yorulmuşam. İndi də ölkəni qoy başqaları idarə etsin. Mən əsas işləri gördüm. Əgər Stalinin dövrü olsaydı, heç kim bu addım ata bilməzdi. Çünki Stalin elə bir reaksiyası olardı ki, hamı şalvarını batırardı. İndi başqa dövrdür, hamı bərabərdir. Elə mənim də ən böyük xidmətim budur. Səhərsi gün Mərkəzi Komitənin plenumu keçirilib. Plenumda Brejnev sədrlik edib. Xruşovun yaşı və səhhəti ilə bağlı Mərkəzi Komitəyə yazılı müraciət müsbət qəbul olunub. Bununla da Xruşovun 11 illik hakimiyyətinə son qoyulub və Brejnevin ssenarisi uğurla başa çatıb. Baş katib seçilən Brejnev əvvəlcədən əldə olunan razılaşmaya görə vəzifə bölgüsünə riayət edib, amma mülayim baş katibin təyinatları müvəqqəti olub. Onu da qeyd edək ki, Brejnev baş katib seçiləndə çoxları onun hakimiyyətdə uzun müddət qalacağına inanmayıb. Bu cür söhbətlər Brejnevin qulağına çatıb. Belə bir vəziyyətdə Leonid İliç fərqli bir siyasətə əl atıb. O əvvəlcə Mərkəzi Komitənin nüfuzlu istimallarının hesabına mövqeylərini möhkəmlədib, birinci kürsüdə yerini rahatladıqdan sonra isə onları aradan götürüb. Xəyanətin əsas səbəbi olub ki, Brejnev ətrafındakıların saray çevrilişi etməkdə böyük təcrübəyə malik olduqlarını yaxşı anlayıb və baş katib düşünüb ki, bu təcrübə nə vaxtsa onun da üzərində tətbiq edilə bilər. Bu siyasətlə də Leonid İliç ömrünün sonuna qədər, yəni 18 il SSR-nin mütləq hakimi olub.